Bizim balaca fidanlar hazır olana kadar gelin bir qiraət dinləyək. Qulu Mövsümovun ifasında şəhidlərimizə həsr etdiyi bu şeirlərdən birini səsləndirsin. Alqışlarınızla. Herkes salamlayıram. Üzülü sanki telefondan okuyacaq. Biraz yaddaşla bağlı problem olduğuna göre ətrəliyə bilməm artıq. Bilmirəm, sənin üçün nə idim bala? Mən yanan qəlbimi necə soydum? Həsrətin balığın başını didir. De görüm, o günü necə unudur. Aldılar əlimdən cavan balamı. Bir ovuç torpaqda tikdilər evin. Dediler, şükürün xilaskarıdır bu böyük ölkənin, bütöv birinin. Mən hiç bəyənmədim sənin evini. Qapqara, buz kimi soyuq məzardır. O tale qələmi olsaydı məndə, əllərim yaxdır, təzdən yazardı. Qoymazdım ömrünü bitər yarıda. Sənə toy edərdim, xonça bəzərdim, pişirib sevdiğin yeməkləri də qonaq çağırardım, süfrə bəzərdim. Gör, necə xəyallar qururam oğul. Qayıt gəl, çin eylə arzularımı. Axı, həsrətindən ölürəm hər gün. Bala dərdindən də ağır dərd var mı? Bala dərdindən də